Aha, deməli biz bu günləri baxacağıq feodal dövlətlərin video izahına. Mən siz üçün ümumi olaraq ümumiləşdirmişəm, çərçivəyə salmışam siz, amma yəni bir kitabdan oxuyarsınız, sonra video izaha baxarsınız. Deməli, Şirvanşahlar dövləti, yəni o dövrdə feodal dövlətlərdən yaranmış feodal dövlətlər, Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər və orada əmirliklər də var idi ki, Tiflis Müsəlman əmirliyi və Dərvan əmirlikləri var idi. Deməli, Şirvanşahlar dövlətinin mövcud olduğu dövrlər 861-1538-ci ildə mövcud olub. Mənşə olaraq Şirvanşahlar ərəb mənşəli idi. Paytaxtı deməli Şirvan şəhəri olub 918-ci ilə kimi, 918-ci ildə Şamaxı şəhəri olub 1192-ci ilə kimi, 1192-də isə Bakı şəhəri və sona qədər deməli Bakı şəhəri olmuşdur, dövlətin sonuna qədər yəni. İlk və son hökmdarı, Şirvanşahlar dövlətinin ilk hökmdarı Heysam İbn Xaliddir, sonuncu hökmdarı isə Şahruxdur. Məğlub etdiyi heç bir dövlət yoxdur. Şirvanşahlar heç bir dövləti süquta uğratmayıb. Amma Şirvanşahlar dövlətinin varlığına Səfəvilər son qoymuşdur. İkinci feodal dövlətimiz Sacilər dövlətidir ki, Sacilər dövləti 898-941-ci illərdə mövcud olub. Mənşə olaraq Sacilər türk mənşəli idi. Paytaxtı ilk əvvəl Marağa, daha sonra isə Ərdəbil şəhəri olmuşdu. İlk hökmdarı Məhəmməd İbn Əbu Sac, sonuncu hökmdarı isə Deysəm olmuşdu. Məğlub etdiyi heç bir dövlət yoxdur Sacilərin, amma Sacilərin varlığına son qoyub Salarilər dövləti. Salarilər dövləti deməli 941-981-ci ildə mövcud olub, türk mənşəlidirlər, paytaxtı Ərdəbil şəhəri olub. Salarilər dövlətinin əsasını qoyan Mərziban İbn Məhəmməddir və sonuncu hökmdarı isə İbrahim İbn Mərzibandır. Məğlub etdiyi dövlət Sacilər dövlətidir. Salarləri isə məğlub edən Rəvvadilər dövlətidir. Rəvvadilər 981-1065-ci ilə qədər mövcud olub. Rəvvadilər ərəb mənşəlidirlər. Paytaxtda əvvəlcə Ərdəbil, daha sonra isə Təbriz şəhərinə keçirilmişdir. Daha sonra Əbu Hica Rəvvadilər dövlətinin ilk deməli hökmdarıdır, amma son hökmdarı Rəvvadilərin bilinmir. Məğlub etdiyi dövlət Salarilərdir, onları məğlub edənlər isə Səlcuqlardır. Şəddadilər 871-1088-ci illərdə mövcud olub, mənşə barədə danışılmır. Paytaxtı Gəncə şəhəridir, ilk hökmdarı 1-ci Ləşkəri, sonuncu hökmdarı isə 3-cü Fəzildir. Məğlub etdiyi dövlət yoxdur, onların varlığına Səlcuqlar son qoyub. Tiflis Müsəlman əmirliyi isə 8-ci əsrdə yaranıb, 1123-cü ildə deməli süquta uğradılıb, ərəb mənşəlidirlər. Paytaxtda yəni əmirliyin hansı idisə mərkəz, yəni Tiflis deməli şəhərdə Tiflis şəhəri idi. İlk hökmdarı və son hökmdarı haqqında, ümumiyyətlə hökmdarlar haqqında məlumat verilmir. Məğlub etdiyi dövlət yoxdur, onları gürcülər məğlub edib. Dərbənd əmirliyi 869-da yaranıb, məğlub olması yoxdur. Mənşəsi ərəb mənşəlidirlər, paytaxtda yəni Dərbənddir. Haşim İbn Sulami tərəfindən əsası qoyulub, son hökmdarı barədə məlumat yoxdur. Məğlub etdiyi dövlət və məğlub olduğu dövlət deməli yoxdur. Deməli, davam edirik. Deyirik ki, Şirvanşahlar dövlətində mövcud olan sülalələr Məziyyədlilər, Kəsranilər və Dərbəndlər sülaləsidir. Sazilər dövlətində isə Afşinlər sülaləsidir. Salarilər dövlətində Kəngərlilər sülaləsi, Rəvadilərdə Əzlilər, Şəddadilərin sülaləsi barədə məlumat yoxdur. Tiflisdə isə 3 sülalə barədə danışacağıq. Cəfərlər, Şeybanilər və Şeybilər. Dərbənd əmirliyində isə Haşimilər sülaləsi mövcud olmuşdur. Şirvanşahlar dövləti Şimali Azərbaycanda yaranıb, Sazilər dövləti Cənubi Azərbaycanda, Salarilər də Cənubi Azərbaycanda, Rəvvadilər Cənubi Azərbaycanda, Şəddadilər Şimali Azərbaycanda, Tiflis Müsəlman əmirliyi Cənubi Qafqazda, Dərbənd isə Şimali Azərbaycanda yaranıb. Oxşar cəhət olaraq götürsək, Şirvanşahlar, Şəddadilər Şimali Azərbaycanda, Sacilər, Salarilər, Rəvvadilər Cənubi Azərbaycanda, Dərbənd də Şimali Azərbaycandadır. Dövlət olaraq dedim. Vahid dövlət deməli Şirvanşahlar yaratmayıb, Sacilər vahid dövlət yaradıb.
Salarilər vahid dövlət yaradıb, Rəvvadilər, Şəddadilər, Tiflis Müsəlman Əmirliyi, Dərbənd Əmirliyi vahid dövlət yaratmayıb. Alanlarla mübarizəsi bir Şirvanşahlarda, bir də Şəddadilərdə danışacağıq. Digərləri alanlarla döyüş olmayıb. Slavyanlarla mübarizə Şirvanşahlarda var. Salarilərdə var. Biz deyəcəyik ki, 944-də Bərdədə Salarilərlə mübarizəsi var. Bir də Dərbəndlərdə deyəcəyik Slavyanlarla mübarizə. Oğuzlarla belə deyək, müttəfiqlik münasibəti isə bir Rəvvadilərdə, Şəddadilərdə və Tiflis Müsəlman Əmirliyində danışacağıq. Bu qədər. Feodal dövlətlərlə bağlı əsas məqamlarda belə deyək, çərçivə formasında sizə izah etdim. Amma siz mütləq şəkildə daha geniş formada kitabdan oxuyun.